Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə ədəbiyyat testindən, qiymətləndirmə tapşırıqlarından qaldığımız yerdən davam edirik. İntibah dövrü Azərbaycan ədəbiyyatına keçid edirik. Burada belə bir Xaqani Şirvani yaradıcılığından Şirvanın tərifi ilə bağlı nümunə verilib. Onu siz oxuyun, mən oxuduğum üçün birbaşa testə başlayıram. Nöqtələrin yerinə əsərin aid olduğu ədəbi növü yazın və klasterə uyğun fikirlərlə tamamlayın. Deməli, bu təbii ki, nədir uşaqlar? Baxın, A, B, yox, burada artıq pozuldu. Yaxşı gəlmişdi. Burada artıq qafiyələnmə quruluşunu qeyd edək. A, sonra B, C, D, bu şəkildə. Yəni, bunu bu formada verib, amma bu əslində beytlər formasında olan bir nədir? Şeirdir. Və qafiyələnməsinə də diqqət yetirə bilərsiniz. Yəni, A, B, C, D, bu şəkildə gedir. Deməli, əlimizdə belə bir məqam olacaq. Lirik növ. Ədəbi növü lirikdir, çünki nəzmdir, şeirdir və deyir, subyektiv hisslərin ifadəsidir. Bu, obyektdə subyektiv münasibət və ümumiyyətlə subyektiv hiss nə deməkdir? Bəzən situasiya tapşırıqlarında və ya bu cür mətnlərdə səndən lirik növü xüsusiyyətini soruşanda bunu yaza bilərsən. Baxın, mənim qabağımda bir dəniz var. Düzdürmü? Dənizin şəklini çəkmirəm. Burada bir dəniz var. Bu mənim nəyimdir? Obyektimdir. Mən dənizə baxıram, feyziyab oluram və başlayıram ona şeir yazmağa. Deməli, mən, bu nə idi? Bu obyekt idi. Mən şəxsi, yəni subyektiv fikirlərimi onunla bağlı verirəm. Dənizdən danışıram, hamı dənizi bir cür görür. Məsələn, bəzi insanlar dənizdən iyrənir, deyir ki, ora çox natəmizdir və orada, deyək ki, müxtəlif heyvanlar yaşayır, bizim marağımızda deyil, yəni biz iyrənirik və s. Amma mən, məsələn, dənizə baxanda ürəyim açılır, xoşuma gəlir. Düzdürmü? Oranın xüsusi ab-havası var, onu sevirəm. Və mən nəticədə şəxsi, yəni subyektiv, məndən gələn fikirləri obyektə, yəni dənizə yönəldirəm. Obyekt heyvan da ola bilər, insan da ola bilər. Məsələn, anaya şeir yazırsansa, sənin subyektiv, yəni şəxsi fikirlərin ana üzərində qurulursa, burada nə olur? Subyektiv fikirlər olur və bəzən belə də şərh veririk. Obyektdə subyektiv hisslər yönəldilir və s. Bu kimi, yəni təriflərin açıqlaması budur. Tərənnüm əsasında yaranır deyə bilərik. Lirik növdə əsasən hamısında olmasa da böyük əksəriyyətində tərənnüm olur. Ən qədim növ olduğunu da deyə bilərsiniz. Yəni bunları yadda saxlayın. Daha sonra altından xətt çəkilmiş misrada bədii təsvir vasitəsi işlənib və bunun nə olduğunu soruşur. Deyir ki, Bağdadı da dolandıran onun bollu qidasıdır. Onun deyəndə nəyi nəzərdə tutur? Şirvanı deyir də. Deyir, Bağdadı dolandıran Şirvanın bollu qidasıdır. Baxın, Bağdad nədir? Bağdadı şəhəri mi, yoxsa şəhərin əhalisini mi dolandırmaqdan danışır? Əlbəttə, şəhərin əhalisi. Ona görə Bağdad əhalisi yerinə Bağdad verilməsi bunu nə edir? Ad dəyişmə edir və metonimiya. Birinci misrada altından xətt çəkilmiş ifadənin uyğun mənasını yazın. Altından xətt çəkilmiş ifadəmiz ülviyyətin anası ifadəsidir. Ülviyyət nə deməkdir? Yüksəklik, alilik, ucalıq, ülvilik, müqəddəslik. Yəni, bütün bunların burada yaranmasını deyir. Bir şeyin anası olmaq nə deməkdir? Məsələn, deyirsən ki, yer üzünün anası torpaq və sudur və ya sadəcə torpaq və ya sadəcə su. Düzdürmü? Əsas elementdən danışır. Ülviyyətin anası olmaq da bilirsiniz də insanoğlunun başlanğıcı hardan qoyulur? Anadan qoyulur. Və təbii ki, o başlanğıcı bir yerin yarandığı nöqtəni bildirəcək. Şirvan ölkəsi haqqında düzlüklə qurulub, təbiəti insana davadır, yəni məlhəmdir. Əhalisi gözü tox alicənabdır. Əlavə olaraq da yaza bilərsiniz ki, məsələn, nə deyə bilərik? Bir baxım. Dediklərimdən əlavə. Alicənab əhalisi bunu demişdik, bunları demişdik. Elə də bir şey qalmır. Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə, zəhmətkeş olduqlarını da yaza bilərsiniz, məsələn. Yəni, çox bir şey yoxdur açığı. Gözəl təbiətdir və s. Başqa da bir şey yoxdur çox. Siz özünüz də yazmaq istəsəz fikrinizi bildirərsiniz. Daha sonra uyğunluq pozulmuşdur deyir.
Bu cür yaxınlaşdıraq. Deyir, çörəkləri arpadan da olsa yenə qanedilər, düyü kimi pul saymaq da onların öz ədasıdır. Deyir, AA şəklində qafiyələnib. Biz nə gördük? AB və ya BA şəklində, belə də deyə bilərsiniz, fərqi yoxdur, açığı çox. BA şəklində qafiyələnib, qanedilər və ya ədasıdır. Bunlar həm qafiyə deyil, axı sən bunu niyə AA formasında həm qafiyə verirsən? Bu səhv. Mən vətənə qurban olum, qurulmuşdu düzgünlüklə, Bağdadı da dolandıran onun bollu qidasıdır. Bağdad, bayaq dedik, metonimiya, inversiyada nədir? Məsələn, düzgünlüklə qurulmuşdu, xəbər sonda gəlməli idi, qurulmuşdu düzgünlüklə yazıb. Mərifətdə Şirvan əhli yüksək durur ərəblərdən, Xaqaniyə həyat verən doğma yurdun havasıdır. Deməli, burada məqtə beyt son beyt deməkdir. Mətlə beyt ilk beytdir. Məqtə nöqtə sözü ilə yadda saxlayın. Son beytdir. Burada biz görürük Xaqaninin adı çəkilib. Bu tip şeirlərdə əgər ad çəkilirsə və ya xitab varsa, bu adətən son beytə məxsus xüsusiyyət olur. Məqtə beyt olduğunu demək olar olmağına, amma metafor işlənibmi? Siz məsələn nədən şübhələnirsiniz, yazarsınız. Metaforla razılaşmaq olmur. İntibah dövrü Azərbaycan ədəbiyyatı mərhələsinin yaranması hansı əsrlərlə bağlıdır? Konkret cavab 11-12. İstəmirəm adımı çağırsınlar Xaqani, mən yoxsullar şairi, xəlqaniyəm xəlqani. Misralarını şair nə üçün yazıb? Əvvəla o saraydan imtina eləmişdi. Hökmdarlardan haqsızlıq görmüşdü, üsyankar mövqeyinə görə yaltaq insanlarla üzləşmişdi deyə. Təbrizə köçməklə bağlı bir məlumat yoxdur. Öz xalqına, sadə insanlara dərin məhəbbətini ifadə etmək üçün, bəli, ikinci misra buna sübutdur. Səyahətə çıxmaqla bağlı fikir isə yanlış olacaq. Xaqaninin Mədain xərabələri qəsidəsində əsas məqsəd nədir? Dövrünün şahlarına ibrət dərsi vermək elə doğru fikir A variantıdır. Digərləri yanlış olacaq. Məsələn, B variantı nədir uşaqlar? B variantı ümumiyyətlə Töhfətül İraqeynə aiddir. Bir də deyə bilərsiniz, ay müəllim, bəlkə C-də uyğun olar, çünki orada xarabalıqların təsviri var. Amma uşaqlar, deyir ki, əsas məqsəd nədir? Sən orada nəyi təsvir edir, nəyi təsvir etmir, bunu soruşmur ki səndən. Səndən əsas soruşduğu əsas məqsəd, yəni Mədain xərabələrini şair nə üçün yazıb? Bax, bunu sorğulayıb yazmaq lazımdır. Daha sonra sual işarəsinin yerinə hansı sənətkarın adı yazıla bilər? Divanında mədhiyyələr üstünlüyü təşkil edir. Təbiət mövzusunda lirik şeiri var. Zəlzələ haqqında 2 mənzuməsi. Baxın, zəlzələ Qətran Təbrizi yaradıcılığına aiddir. Başqa heç kim zəlzələ barədə yazmıyor. Daha sonra bizim klasterimizin tamamlanmasını istəyir. Töhfətül İraqeyn və Mədain xərabələri. Biri poemadır, Töhfətül İraqeyn. Mədain xərabələri də qəsidədir. Həyata əks etdirmə üsulu eyni deyil. Çünki poema sayılır lirik epik növ, düzdürmü? Çünki burada hər iki ünsür var. Amma qəsidə sadəcə lirik növ sayılır. Ona görə də bunların həyata əks etdirmə üsulu eyni olmur. Şeir vahidi beytdirmi? Bəli, ümumiyyətlə əruzda yazılan bütün şeirlər üçün demək olar ki, böyük əksəriyyət üçün belə demək olar, bütünü deməyək. Etiraz motivi hər iki əsərdə var. Töhfətül İraqeyn əsasən avtobioqrafik əsərdir, uşaqlığından cavanlığına bütün illəri təsvir edir. Ancaq ki, orada da yenə narazılıq var idi. 3-4 ortaqdır. Qafiyə quruluşu isə yanlışdır. Qəsidənin qafiyə quruluşu Məsnəvi ilə eyni deyil. Sadəcə hər ikisində ilk beyt həm qafiyədir. Məsnəvi B, B, C, C həm qafiyə olaraq davam edir. Ancaq ki, biz bunu qəsidə üçün deyə bilmərik. Oy, kameramız az qala aşmışdı. Deməli, qəsidədə ilk beyt həm qafiyə, sonrakılar A, A, B, C, B, A, C, A, C-A və s. belə gedir. İntibah dövrü Azərbaycan ədəbiyyatının özünə məxsus xüsusiyyətləri var. Altından xətt çəkilmiş söz yerinə hansı sözü qoymaq və həmin mənanı almaq olar. İntibah yenidən yüksəliş, canlanma, oyanış, dirçəlmə olar. Amma millilik olmaz. Milliliyi daha çox belə deyək də, xəlqiliyi biz görürük. Molla Pənah Vaqif yaradıcılığından növbəti dövrlərə. Daha sonra Gəncəvinin rübailərində bunlardan biri öz əksini tapmayıb. Məsəti Gəncəvin deyir. Müxtəlif peşə sahiblərinə yüksək qiymət var. İnsan talihi həyatı sevinci var. Dərin məhəbbətlə sevən, istirab çəkən aşiq var. Əməkçi insana verilən qiymət humanist düşüncələr var. Amma uşaqlıq və gənclik illəri, dostları ilə bağlı xatirələr isə Əfzələddin Xaqani yaradıcılığına aid olacaq.
Daha sonra deyir ki, nöqtələrin yerinə yazılmalıdır. Töhvətül İraqeyn poema, Mədain xərabələri qəsidə. Dostları ilə bağlı xatirələr əks olunub Töhvətül İraqeyn. Uşaqlıq illərinin təsvirinin geniş olması Töhvətül İraqeyn. Saraydan narazılıq motivlərinin əks olunması hər ikisi üçün ortaqdır. Şairin tərcümə halı öz əksini tapıb. Bu da daha çox Töhvətül İraqeyn. Vətəninin ona həyat verməsindən bəhs olunur. Bu daha çox onu Şamaxı, mənim sevimli yurdum şeirinə daha çox aid olacaq. Daha sonra müqayisə cədvəli əsasında müəyyən edin. Qətran Təbrizinin Ət-Təfasir əsəri lüğətdir, bədii yox, elmi yaradıcılıq nümunəsidir. Səhv. Əhməd Yasəvinin Divan-ı Hikmət əsəri elmlə ədəbiyyatın qarşılıqlı əlaqəsinə təsir göstərib. Bu tamamilə düz fikirdir. Daha sonra saray ədəbiyyatı nümunəsi sayılmır. Tərənnümə əsaslanmaq yanlışdır, çünki bunları daha çox elmi bir ədəbiyyat kimi də götürmək olar. Təbrizdə baş verən təbiət hadisələri bu Qətran Təbrizinin mənzumələrində yer alır. Ət-Təfasirdə yox, heç ortaq da yazmaq olmaz açığı. Daha sonra deyir ki, Eyler-Venn diaqramında əks olunmuş düzgün fikirləri müəyyən edin. Xaqani və Gəncəvi haqqında. İctimai fəlsəfi şeirlərində saraydan narazılıq motivlərinin əks olunması var. Hökümdarlara poema janrında yazılmış əsərlər ithaf edib hər ikisi. Hökümdarlardan üz çevirərək sadə insanlara dərin məhəbbət bəsləməsi. Bu aiddir Xaqaniyə. Ümumiyyətlə, deyəsiniz ki, ay müəllim, axı Gəncəvi də saray şairi hesab olunmur. Bu biri var ki, gedəsən saraya, sonradan üz çevirəsən. Biri də var ki, ümumiyyətlə saraya yaxın durmayasan. Nizami saraya yaxın durmurdu. Məhəbbətin insanı saflaşdıran bir his kimi təqdim olması onun Xosrov və Şirin poemasına aiddir. Dövlət işlərini başqalarına etibar etməyin törətdiyi faciələr onun 7 gözəl poemasına aiddir. 1, 4, 5 doğru cavab olacaq. Daha sonra keçək növbəti. İntibah dövrü Azərbaycan ədəbiyyatı nümayəndələrinin məthiyələri hökümdarların tərifləri ilə məhdudlaşmır. Eyni zamanda ailə üzvlərini də tərifləyir, yanlış. Onlara qarşı tənqidi fikirlər. Düz deyil, hökümdarı tənqid edən olub. Amma məthiyələrin içində yox, o həcv janrı olacaq. Daha doğrusu qəsidənin bir növü. Onlar ölkədə quruculuq işləri aparmağa dəvət edildilər. Bəli, şirinlikləndirir ki, hökümdarı, ay hökümdarımız, bu yolları da bir düzəldin. Düzdürmü? Bu cəmaata da bir günahlayın, amma bunu mədəni formada deyirdilər ki, kəllələri uçmasın. Hökümdarlara xeyirxah və mərhəmətli olmaqla bağlı çağırışlar da edilir. 3-4 düz. Dini fikirlər də təbliğ edilir. Bu daha çox Peyğəmbərin Allahın tərifi ilə bağlı olan qəsidələrə aiddir. 3-4 doğru cavab. 11-ci əsr saray ədəbiyyatının nümayəndəsi Məsəti Gəncəvi Xaqani 12-ci əsr. Bəhmənyar, Miyanəçi və Şihabəddin Sührəvərdi. Ümumiyyətlə, onları bura aid etməyəcək saray ədəbiyyatı nümayəndəsi kimi doğru cavab Qətran Təbrizi olacaq. Onun da düzdür, saraydan etiraz motivli əsərləri var olmağına. Ancaq ki, belə saray şairi hesab olunur. Töhvətül İraqeyn saraydan üz çevirmiş şairin həyatı və səfər təəssüratı, janrı poema. Mədain xərabələri dövrün hökümdarlarına ibrət dərsi vermək və janrı qəsidə. Doğru cavab A. İntibah dövrü Azərbaycan ədəbiyyatının səciyyəvi xüsusiyyətlərindəndir. Türk mədəniyyəti ilə İslam baxışının birgə mövcudluğu. Bəli, bu dövrdə bəzi hətta şairlər ərəb ölkələrində yaşayırdılar və orada fəaliyyət göstərirdilər. Poemaların yaxın şərq ədəbiyyatının inkişafına istiqamət verməsi düzdür. Qonşu xalqlarla elmi, dini münasibətlərin qurulması, belə bir məlumat gəlib çatmayıb bizə. Bədii ədəbiyyatın digər dillərə tərcümə edilib yayılması, bu daha çox orta dövrdən başlayır deyə bilərik. Yəni 1-2 doğru cavab C. Töhvətül İraqeyn əsərində öz həyatının müəyyən mərhələləri, dostları, təhsili ilə bağlı məlumat verir. Bu haqqında söhbət gedən əsərin necə səviyyə daşıması ilə bağlıdır. Baxın, şəxsi həyat məsələsi varsa, avtobioqrafik səciyyə daşıyan bir əsər olacaq. Yəni B variantı. Daha sonra deyir ki, təbiət hadisəsi və onun fəsadları Qətran Təbrizinin yaradıcılığında mövzu mənbəyi olan bir neçə əsərin yaranmasına səbəb olub, həmin əsərlər mənzumə adlanır. İntibah dövrü Azərbaycan ədəbiyyatı ilə bağlı doğru fikir müəyyən edin. Qətran Təbrizinin divanına məthiyələrlə yanaşı vətən, insan taleyi və təbiət mövzusunda yazdığı lirik şeirlərdə daxildir, düz. Azərbaycan türkçəsində yazan şairlərin sayı get-gedə artır. Bu orta dövrə aid olacaq. Ədəbiyyatımızda ilk poema Məsnəvinin əsası qoyulur. Bəli, Töhvətül İraqeyindən 3 düz. Saraylara qarşı etiraz, narazılığı əks etdirən əsərlər yazılır. Düz fikirdir. Anadilli poeziya nümunələri orta əsrə aiddir.
orta dövrə aiddir, daha doğrusu orta əsr nə idi? 1, 3, 4. Daha sonra intibah dövrü Azərbaycan ədəbiyyatında hansı janrın ilk nümunəsinin yaranması Əfzələddin Xəqaninin adı ilə bağlı idi? Poema, çünki bu dövrdə Töhfətül İraqeyn poeması onun ilk nümunəsi sayılır. Daha sonra Xəqani yaradıcılığından verilmiş nümunənin qafiyə quruluşunu nəzərə alıb onu hansı forma hesab etmək olar? Yurdum, qurdum, mana, ana. Həm qafiyə olduğu üçün ilk beytlərimiz bu məsnəvi olacaq. Qitədə ümumiyyətlə həm qafiyə olan beyt yoxdur. Tuyuq bura aid ola bilməz, çünki tuyuq bənd formasında yazılır, bu beyt formasındadır. Burada əslində 2-2-dir. Qəzəl və rübai də olmaz, çünki o da bənd formasındadır. Qəzəldəki sadəcə ilk misrası həm qafiyədir, digərləri A, B, A gedir. 11-ci əsr ədəbiyyatı ilə bağlı yanlış fikirləri müəyyən edin. 11-ci əsr ədəbiyyatı ilə bağlı yanlış olan seçməliyik. Ədəbiyyatı hökmdarları tərif etməklə məhdudlaşmır, düz. Sarayla əlaqəsi olan söz sənətkarları yalnız məthiyələr yazmaqla məşğul idilər. Xeyr, yəni yalnız bir növ şair ancaq hökmdarı tərifləyib durası deyil ki, başqa şeylər də, başqa nümunələr də yazıblar. İntibah dövrü ədəbiyyatın tərkib hissəsidir. Tamamilə düzdür. Şairlər humanist ideyalarda təbliğ edir. Düzdür. Bəzi müəlliflər müsbət mənada hökmdarlara təsir edə bilirdilər. Bəli, çünki quruculuq işlərinin aparılması, insanlara daha yaxşı xidmət üçün onlar şeirlərində bunları əks etdiriblər. Yəni çağırıblar ki, ay hökmdar, bir bura da əl gəzdir. Daha sonra Xəqaninin Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xanəman qurdum misralarının da yer aldığı şeirində müəyyən etmək olar. Bu şeir imtahana düşmür, amma belə maraqlıdırsa, şikayət motivi var. Müəllifin Şamaxıdan ömürlük ayrılmadığını, bunu yanlışdır. Müəllifin həm də lirik qəhrəman kimi çıxış etdiyi düzdür. Qürbət sıxıntısı da indi nə mənada? Məsələn, o ayrı qaldığı üçün, qürbətdə qaldığı üçün bir sıxıntı yaşayırdı və öz yurdu üçün darıxırdı. Daha sonra deyir 11-ci əsr Azərbaycan ədəbiyyatına aid xüsusiyyətləri müəyyən edin. Bədii əsərləri farsça yazmaq ənənəsinin əsası qoyuldu. Poema janrında ilk əsər meydana gəldi. Töhfətül İraqeyn, Əfzələddin Xəqani. Daha sonra Fəlaki Şirvani, Qətran Təbrizinin yaradıcılığı 11-ci əsrə təsadüf edir. Biz bayaq burada dedik ki, deyək ki, Qətran Təbrizi 11-ci əsrdir. Düzdürmü? Amma Fəlaki Şirvani neçənci əsrdir? Onu da sizə buraxıram. Bu dövrdə yaranan bəzi nümunələri Çin qaynaqlarında rast gəlinir. 11-ci əsrdə yaranana aid deyil. Bu da səhv. Daha sonra Beyləqaninin, bir də Sührəvərdinin yaradıcılığı. İntibah dövrünün elmi fikirləri formalaşıb. Bu səhvdir, çünki ortaya yazılmalıydı. Yenilənmə hiss olunur, düz. Saray həyatı tərənnüm olunurdu, səhvdir. Daha sonra bu arada bayaq bir diqqətsizlik elədim. Başdan ona görə izah edəcəm. İntibah dövrünün elmi fikirləri formalaşırdı. Bu sadəcə Sührəvərdiyə aid olacaq, ortaq deyil. Bayaq Bəhmənyarla onu səhv saldım, Beyləqaniymiş. Deməli, yeniləşmə hiss olunur hər ikisi. Saray həyatı tərənnüm olunurdu. Beyləqaniyə aid ola bilər. Mücirəddin Beyləqaniyə bunu səhv yerdə yazıb. Bunu da bura qoyaq. Daha sonra elmi nümunələr üstünlük təşkil edir. Düzdür, Divan-ı Hikmət əsərində elmlə ədəbiyyatın qarşılıqlı əlaqəsi xüsusi rol oynayıb. Bu əsər Sührəvərdiyə yox, Əhməd Yəsəviyə aiddir. Ona görə 1-3-5 səhv olacaq. Qətran Təbrizi yaradıcılığına aid olanları müəyyən edin. Ət-Təfasir adlı farsça lüğət var. Fars dilində bədii nəslin ilk nümunələri onun adı ilə bağlıdır. Səhv. Gəncədə və Təbrizdə yazıb yaradan şairin divanı zəmanəmizə qədər gəlib çıxmışdı. Düz. Onun lirik şeirləri yalnız məthiyələrdən ibarətdir. Bu da səhv fikirdir. Mənzumələri də var. Düzdürmü? Daha sonra qruplaşdırma etməliyik. Atəşpərəst Azərbaycan türklərinin dini kitabı Avesta. Xarabalıqları təsvir etməklə dövrün şahlarına ibrət dərsi verilir. Mədain xarabələri. İctimai fəlsəfi məzmunu əməkçi insana verdiyi qiymətlə seçilir. Məsəti Gəncəvi rivayələri, izahlı lüğəti xatırladır. Ət-Təfasir, daha sonra insanın həyatı, onun sevinci və kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapıb. Təbii ki, bu da yenə Məsəti Gəncəvi yaradıcılığına aiddir. Deməli, bizim növbəti müzakirə edəcəyimiz yaradıcılıq, Nizami Gəncəvi yaradıcılığıdır. Videonu sadəcə bəyənməyiniz kifayətli kanalda hər birini bölüşəcəyik. Sağ olun, salamat qalın.